Mən vətənimin keşiyində dayanacam. Gecə-gündüz onu qoruyub düşmənlərin bir addım belə yaxınlaşmasına icazə verməyəcəm. Qorxmuram da. Niyə qorxum ki? Vətənə xidmət etmək, onu qorumaqdan gözəl nə ola bilər axı? Vətən anadır. Ananı isə daima qorumaq lazımdır. Ona görə də mən zabit olacam. Bunlar şəhid baş leytenant Mikhailov Rahim Qaliboğlunu xatırlayan müəlliməsinin sözləridir. Rahim 1990-cı il sentyabr ayının 3-də Quba rayonunun 2-ci Nüqədi kəndində anadan olmuşdur. Orta təhsilini Quba rayonu 2-ci Nüqədi 3 saylı tam orta məktəbində alan Rahim, daha sonra Azərbaycan Texnologiya Universitetinə qəbul olmuş və ali təhsil almışdır. Ali təhsilini başa vuran Rahim həyatını hərbiyə həsr etmək qərarına gəlir. Hərbi xidmət zamanı müvafiq kursları keçərək leytenant rütbəsi alır. Nizam-intizamı qüsursuz xidməti ilə seçildiyinə görə baş leytenant rütbəsinə qədər yüksəlir. 44 günlük vətən müharibəsi başlayan zaman Rahim döyüşə atılan igidlərimizin sırasında olur. Müharibənin ilk günü Murad dağ istiqamətində gedən döyüşlərdə iştirak edən Rahim elə həmin günü də şəhadətə ucalır. Ölümündən sonra Kəlbəcərin azad olunmasına görə Vətən uğrunda medalları və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilir. Şəhid olan Rahimin nəşi uzun müddət tapılmır. Uzun çəkən axtarışlar nəticəsində 107 gün sonra nəşi tapılan Rahim Quba rayonu 2-ci Nüqədi kənd qəbirstanlığında torpağa tapşırılır. Şəhid olduqdan sonra bizlərə əmanət oğlu dünyaya gəlir.